Rusiya Federasiyasında yaşayış icazəsi, yəni VNJ almaq istəyən xarici vətəndaşlar üçün əsas şərtlərdən biri onların kifayət qədər və qanuni gəlirə malik olmalarıdır. Bu tələb dövlətin sosial yükünün artmaması və miqrantların özlərini təmin edə bilməsi məqsədini daşıyır. Qanunvericiliyə əsasən xarici vətəndaşın gəliri onun müraciət etdiyi region üzrə müəyyən olunmuş yaşayış minimumundan aşağı olmamalıdır. Bu tələb həm ilk dəfə VNJ almaq istəyənlərə, həm də artıq bu statusa malik şəxslərə şamil edilir. Belə ki, VNJ sahibi olan xarici vətəndaş hər il öz yaşayışını təsdiq etməli və bu zaman gəlir mənbəyini və məbləği barədə məlumat təqdim etməlidir. Gəlirin təsdiqi üçün isə müxtəlif sənədlər qəbul olunur. Bunlara iş yerindən arayış, 3 NDFL vergi bəyannnaməsi və ödəniş qəbzi, ailə üzvünün gəliri haqqında arayış, bank hesabından vəsaitin olması barədə sənəd, eləcə də pensiya və ya digər qanuni gəlir mənbələrinin təsdiq edən sənədlər daxildir. Xüsusilə qeyd edim ki, bank depoziti müəyyən edilmiş minimum məbləğdən az olmamalıdır. Məsələn, əgər region üzrə yaşayış minimumu 23.000 rubl təşkil edirsə, hesabda ən azı 92.000 rubl, daha dəqiq desəm, 4 aylıq minimum olmalıdır. Əks halda lazımi sənədlər təqdim edilməzsə, VNJ üçün müraciət qəbul olunmur. Xarici vətəndaş 2 il ardıcıl olaraq gəlirini təsdiq etməzsə, onun yaşayış icazəsi də ləğv edilə bilər. Bundan əlavə, yanlış məlumat təqdim edilməsi inzibati və hətta cinayət məsuliyyəti ilə də nəticələnə bilər.